Salam, mən Səadət. Sizə kimya və biologiya fənnini tədris edəcəm. Bu gün isə kimya fənnindən 1.3-cü mövzu olan cansız təbiətdə olan mühüm elementlərin tapşırıq izahına baxacağıq. Elə isə keçid edək tapşırıqlara. Öyrəndiklərinizi tətbiq edin. Birinci sual. Oksigen təbiətdə ən geniş yayılmış elementdir. Bunu necə əsaslandırardınız? Bəli, ən geniş yayılmış elementdir. Bunu belə əsaslandırardıq ki, oksigen həm havada, həm də suda, həm də yer qabığında geniş yayılmışdır. Havada oksigen O2 yazılır, suda H2O, burada O'dur, yer qabığında da oksit şəklində geniş yayılmışdır. Sonra bir də canlıların tənəffüsündə və fotosintezində mühüm rol oynayır. Bu qədər sadə. Keçək ikinci suala. İkinci sual. Qapalı otaqda dərs keçdikdə otaq havasındakı qazların miqdarı necə dəyişir? Bu miqdar əvvəlki halına necə qaytarmaq olar? İnsanlar tənəffüs edəndə oksigen azalır, karbon qazı artır. Ona görə deyirik ki, oksigen azalıb, karbon qazı artacaq. Sonra havanın tərkibi dəyişir, bunu bildik. Əvvəlki halına da qaytarmaq üçün otağı havalandıra bilərik ki, burada oksigen daxil olsun. Bunun üçün də pəncərə açmaq kifayətdir. Keçək üçüncü suala. Deməli, üçüncü sual. Satışda olan içməli suların etiketlərinə əsasən onların tərkibində hansı metalların duzlarının olduğunu müəyyən edin. Bu metalların hansının miqdarı digərlərinə nisbətən daha çoxdur. Deməli, içməli sularda bilməliyik ki, oksigen və karbon qazı olur əsasən. Karbon qazı suya qazlı dad verir. Mineral sular məsələn buna misaldır. Sonra su ilə təmasda olan metallardan ən çox dəyişənlər dəmir olacaq, kalsium olacaq, maqnezium olacaq və bu metalların miqdarı suyun sərtliyinə və dadına təsir edəcək. Çox sadə bir sual daha. Öyrəndiklərinizi yoxlayın. Havanın, hidrosferin və yer qabığının tərkibi hansı elementlərdən təşkil olunmuşdur? Hava, azot, N2 yazılır, oksigen, O2 yazılır, argon, Ar yazılır, karbon qazı CO2 yazılır. Bunlardan ibarətdir. Hidrosfer, hidrogen H2, oksigen O2, natrium yazılır ilə xlor, xlor2 kimi qeyd olunur. Hidrosfer bunlardan ibarətdir. Yer qabığındakı oksigen O2 yazılır, silisium, Si, alüminium, dəmir, ferium, kalsium, Ca yazılır. Keçək ikinci suala. Deməli, ikinci sual. Canlı orqanizmləri və cansız təbiəti təşkil edən hansı ortaq və fərqli elementlər var? Ortaq olanlar oksigen, karbon, hidrogen, azot, fosfor, kükürt ola bilər. Fərqli olanları qeyd eləməmişəm, amma sizə deyim. Fərqli olanlar, məsələn, silisium, alüminium, dəmir, kalsium. Silisium, məsələn, yalnız qum və daşlarda olur, yəni cansız təbiətdə olur. Alüminium torpaqda, qayalarda olur. Dəmir daha çox, yəni cansızlarda rast gəlinir, cansız təbiətdə. Alüminium məsələn torpaqda, qayalarda, dəmir, kalsium torpaqda bol miqdarda, canlılarda az miqdarda olur. Sonra yalnız canlılarda daha çox olanlar isə yoddur, hormonlar üçün vacibdir, bu yalnız canlılarda olur. Sinklə mis də ki, bədəndə az miqdarda olur, amma yəni daha çox canlılarda rast gəlinir. Bu fərqli cəhətidir. Ortaqdır ki, bu elementlər həm canlıların hüceyrə quruluşunda, həm də minerallarda və torpaqda mövcuddur. Bunu qeyd edirsiniz. Bu günlük dərsimiz bu qədər. Gələn dərslərdə hansı tapşırıqların izahını, dərslərin izahını və saatlərdə olan testlərin izahını istəyirsinizsə, qısa şəkildə və asan yolla izah gələcəkdir. Gələn dərslərdə görüşənədək sağ olun.